Və sonra deyir ki, ibadət, yəni tövhid 3 qismdir. Birincisi ad və sifətlər tövhidi. Birinci şeyh ad və sifətlər tövhidini qeyd edir. Və o i'tiqadu infiradir Rabbi Cəllə Cəlaluhu bil kəmalil mutlaq min cəmi'il vücuh. Və bu da insanın etiqad etməsidir ki, Allah Teala mütləq şəkildə hər tərəfli kamildir. Kamillikdə Allah Teala təkdir. Binu'util azaməti vəl cəlali vəl cəmal. Allah Teala cəlal, gözəllik sifətləri ilə, əzəmət sifətləri ilə. Əlləti la yüşəriku fiyə müşərikun bivəşin minə vücuh. Hansı ki, bunda heç bir şey Allaha heç bir yönlə şərik ola bilməz. Və zəlikə bi isbati mə əsbətəhu Allahu li nəfsi. Bu da Allah Teala özü özünə ad və sifətlərdə nə isbat edibsə və Peyğəmbər sallallahu əleyhi və səlləmdə hansı adları və sifətləri Allaha isbat edibsə və hansı mənaları və hansı əhkamları Quranda və sünnədə gələn Allah Taala'nın əzəmətinə, cəlalına layiq şəkildə, amma 4 şey olmadan inkar olmaz, yəni təhrif, yozmaq olmaz, oxşatmaq, bənzətmək və necəlik olmaz. Yəni, ad və sifətlərdə Allah Taala'nın özü barəsində etiqad necədirsə, ad və sifətlərdə də elədir. Allahın özünün insan etiqad edir varlığına və həmçinin ad və sifətlərə də etiqad edir. Allah Teala özünə isbat edən və Peyğəmbər sallallahu əleyhi və səlləm Allah'a isbat edən və ad və sifətlərdə də yəni özü haqqında necədirsə Allah Teala'nın ad və sifətlər barəsində elədir. Yəni inkar yoxdur və həmçinin təhrif, yozmaq da yoxdur, oxşatmaq və necəlik vermək də yoxdur. Yəni Allahın özü haqqında necədirsə ad və sifətlər barəsində keyfiyyət yəni necəlikdir. Və həmçinin Allah Teala özündən nəyi inkar edibsə, hansı sifətləri, naqislik və eyb sifətlərini də onu inkar eləmək. Əksini, yəni kamilliyini isbat edərək. İkincisi, rububiyyət tövhidi. Və bu da insanın etiqad eləməsidir ki, Ennallahu və Rabbul mütəfərridu bil xalq və rizq və tədbir. Yəni Allah Teala təkdir. Yaratmaqda, ruzi verməkdə, idarəçilikdə. Yəni qısa olaraq Allahın öz feillərində, öz əməllərində insanın Allahı təkləşdirməsi. İnsan etiqad edir ki, yaradan tək Allahdır, ruzi verən, idarə edən. Əlləzi rabbə cəmi'əl xalqi bin ni'ami. O Allah ki, bütün yaradılmışları nimətləri ilə böyüdüb, tərbiyələndirib. Və rabbə xavassə xalqihi və xüsusi insanları isə, hansı ki, onlar peyğəmbərlər və onlara tabi olanlardır. Onları səhih, doğru, düzgün etiqad, gözəl əxlaq, faydalı elm və salih əməllərlə Allah Teala onları tərbiyələndirib, yəni böyüdüb. Bütün yaradılışları yaratmaq, ruzi vermək, idarəçiliklə, amma xüsusiləri isə hansı ki Allah Teala, bu da peyğəmbərlər və onlara tabi olanlardır. Onlar bu ümumi insanlardan seçilərək düzgün etiqad, gözəl əxlaq, faydalı elm və salih əməllərdir. Hansı ki Allah Teala bunlara vermişdir. Yəni bu xüsusi insanlara. Və bu da Allahın insanlara olan faydalı, həm qəlblərə, həm ruhlara fayda verən, səmərə verən, yəni dünya və axirət xoşbəxtliyini verən, yəni böyüməsi, tərbiyələnməsidir. Üçüncüsü, uluhiyyət tövhidi. Və buna həmçinin ibadət tövhidi deyirlər. Və huvəl ilmu vəl-i'tiraf bi-ennəllaha zul-uluhiyyəti vəl-ubudiyyəti alə xalqihi əcməin. İnsanın bilməsi, etiraf eləməsidir ki, Allah Teala bütün yaradılmışların ilahıdır. İbadətə layiq olan Allahdır. Qulluğa layiq olan O'dur. Və ifraduhu vahdehu bil-ibadəti və həmçinin ibadətlə Allahı təkləşdirmək bütün ibadət növləri ilə və dini xalis Allaha aid edərək. Və hədəl əxiru yəstəlzimul qismeynil əvvəleyni və yətədəmmənhumə. Və bu axırıncısı, uluhiyyət, ibadət tövhidi ad və sifətlər və rubiyyət tövhidini gərəkdirir. Əgər insanda ibadət tövhidi varsa, ikisini gərəkdirir. Durması vacib olur. Vacib olur. Yəni, uluhiyyət əlləti hiyə sifətun təummu avsaf. Çünki əgər qulluq, uluhiyyət, bu ilahlıq, bu
elə bir sifətdir ki, bütün kamillik sifətlərini, rububiyyət və əzəmət sifətlərini özündə şamil edir. فَإِنَّهُ الْمَعْلُوهُ الْمَعْبُودُ لِمَا لَهُ مِنْ أَوْصَافِ الْعَظَمَةِ وَالْجَلَالِ Həqiqətən Allah Teala ibadət olunandır. İbadətə layiq olandır özünün əzəmət və cəlal sifətləri ilə. وَلِمَا أَسْتَاهُ إِلَى خَلْقِهِ مِنَ الْفَضَائِلِ وَالْأَفْضَالِ Və insanlara, yarattıqlarına verdiyi fəzilətlər, üstünlüklərlə فَتَوَحُّدُهُ تَعَالَى بِصِفَاتِ الْكَمَالِ وَتَفَرُّدُ بِالرُّبِيَّةِ يَلْزَمُ مِنْهُ أَلَّا يَسْتَحِقَّ الْعِبَادَةَ أَحَدٌ سِوَاهُ Allah Taala'nın kamillik sifətlərində tək olması, rububiyyətdə Allahın təkliyi gərəkdirir ki, ibadət yalnız ona olsun. Ondan qeyrisinə ibadət olmasın. Və rəsulların, bütün peyğəmbərlərin əvvəldən axıra kimi hamısının dəvətdə məqsədi bu olmuşdur. Bu tövhid, ibadət tövhidi.